mövsümün komandası adlandıra bilərik sabahı. Ümumiyyətlə, Saşa İliçindən Valdas Dambraskası Premyer Liqamız üçün qazanc saya bilərik. Uğursuz komandaların başında Neftçi gəlir, ötən mövsüm qurban verildi. Bundan sonra edəcəyi digər əcnəbi futbolçu üçün 200 min manat rüsum ödəməlidir. Neftçi düzələcək, Neftçi daha yaxşı olacaq. İmişli bir çox klublara nümunə olmalıdır. Bəzən qısa müddətdə də bir çox problemlərə rəğmən yaxşı komanda formalaşdırmaq, yaxşı nəticələr vermək heç də mümkünsüz deyil. Salam xanoğlan, hər vaxtın xeyir olsun. Artıq mövsümün birinci yarısı sona yetdi. Bizim klublara baxanda, sıralamaya baxanda təbii ki, deyiləsi sözümüz var. Ancaq yenə də deyərlər, bugünkü mövzumuz əsas mövzu hissəsi transfer pəncərəsi ilə bağlı olacaq. İzləyicilərimizi salamla, sonra isə söhbətə keçək. Mən də səni və dəyərli Sözüm Varın, Sport Info TV-nin izləyicilərini salamlayıram. Növbəti buraxılışımızda hər birinizi xoş gördük. Ümidvaram ki, maraqlı bir proqramımız hazırlanar bu dəfədə. İnşallah deyək, elə mövsümün birinci yarısında Xanoğlan hocamız nələr gördü, nələr sezdi? Nə deyə bilərsən? Ümumi deyəsi olsam, məncə şəxsi mövqeyimdir ki, şəxsi düşüncəmdir ki, gözləntilərin altında qaldı Premyer Liqa birinci dövrəsi. Mən daha gərgin, daha dinamik, daha sürətli, daha baxımlı oyunların keçiriləcəyini gözləyirdim. Amma təəssüf ki, bunu təəssüflə qeyd etməliyəm. Əksər oyunlar kölgədə qaldı, baxımsız oldu. Məsələn, Neftçi komandasından daha yaxşı şeylər gözləyirdik. Artıq 3-cü mövsümdür. Komanda hətta Avrokuboklar zonasından uzaqdadır. Mövsümün əvvəli Araz Naxçıvan komandasından çox şeylər gözləyirdik. Hətta çempionluğa namizədlər siyahısında görənlər var idi. Təəssüf ki, Elmar Baxşıyevin komandası gözləntilərin altında qaldı. Digər klublardan, xüsusilə bu iki komandanı təbii ki, qeyd eləyərəm mən. Ən çox da Neftçi, çünki sən Neftçinin oynadığı futboldan çox razı idin və nələrinsə çatışmadığını sadəcə deyirdin. Son illər ilk dəfə səmimi deyəcəm, açıq deyəcəm, Samir Abbasovun dönəmində, əslində Qriqorçukun dönəmindədir, Roman Qriqorçukun dönəmində də inanırdım ki, Neftçi qayıdacaq, Neftçi düzələcək, Neftçi daha yaxşı olacaq. Çünki lazım olan hər şey edilmişdi, Nicat. Yəni, gəlin insafla danışaq da, əgər Roman Qriqorçuk kimi ölkəmizdə kifayət qədər populyar olan, yaxşı nəticələri olan Qəbələ komandası ilə həm daxili yarışlarda, həm Avropa yarışlarında kifayət qədər yaxşı nəticələri var idi. Belə təcrübəli bir baş məşqçi gətirilmişdi və kifayət qədər yaxşı vaxtı var idi. Komandanı ölkə xaricində toplanış keçmişdi. Demək olar ki, yenidən yığmışdı, bir çox futbolçular cəlb olunmuşdu, kifayət qədər bizə tanış olan adlar da vardı siyahıda. Amma təəssüf ki, Roman Qriqorçukla son illərin ən biabırçı nəticələri qeydə alındı. Komanda 9 turdan sonra qələbə belə qazana bilməmişdi. Bir təsadüf dediyi üzərindən keçdi, olur bəzən samballı məşqçilərin də karyerasında belə məqamlar olur. Ardınca rəhbərlik Samir Abbasovu gətirdi. O Samir Abbasov ki, Neftçini sonuncu dəfə məhz bu baş məşqçi çempion edib, inanmaq, güvənmək olardı. Məsələ həmin mövsüm, nə əvvəlki mövsüm Sumqayıt komandasını konferans liqasına aparmışdı. Kifayət qədər, daha doğrusu məhdud heyətlə, məhdud büdcə ilə Sumqayıt komandasını ora aparmaq ciddi uğur idi. İnanırdım, güvənirdim, gözləntilərim böyük idi və Neftçi rəhbərlikdə Samir Abbasov üçün məncə lazım olan şəraiti yaradıldı. Ötən mövsüm qurban verildi. Baxmayaraq ki, 9-cu turdan gəlmişdi Samir Abbasov. Az zamanı yox idi qarşıda. Ardınca yenə ölkə xaricində, Polşada yaxşı toplanış keçirildi. Heyətə ondan çox yeni transfer edildi və hər birinin kifayət qədər yaxşı CV-si olan futbolçular idi. Yəni, ümumiləşdirəsi olsaq, real yanaşmalıyıq ki, proqnozlarımız alt-üst oldu. Əslində pis də başlamamışdı, komandanın yaxşı keçirdiyi oyunlar var idi. Müəyyən hakim səhvləri oldu, müəyyən şanssızlıqlar oldu.
müəyyən səhv, yanlış baş məşqçi qərarları oldu və yekunda Samir Abbasovla yollar ayrıldı. Nəticələr səmimi danışmalıyıq ki, uğursuz oldu. Bəlkə də şəxsi mövqeyimə görə düşünürdüm ki, Samir Abbasovla bəlkə qışa qədər davam etmək olardı. Amma rəhbərliyin də qərarı yanlışdır deyə bilmirsən, çünki komandanın çox uğursuz nəticələri var idi. Xüsusilə debutantlar İmişli və Karvanla 3 oyunda qələbənin qazanılmaması, doğma divarlar arasında İmişliyə məğlubiyyət, məncə düşünürəm ki, zəmin yaratdı ki, Samir Abbasovla yollar ayrılsın. Təəssüf ki, Neftçi hələ də gözlədiyimiz Neftçi deyil. Uğursuz komandaların başında Neftçi gəlir. Düşünürəm ardınca Araz Naxçıvan komandasını qeyd edə bilərik. Amma yaxşı mənada Sabah hamımızı təəccübləndirir. Təəccübləndirir o mənada ki, əslində son illər Sabahın zaman-zaman heyəti yaxşı olub, keyfiyyətli futbolçular olub, əcnəbi baş məşqçilər gətirilib, yaxşı pullar ayrılıb, amma Murad Mursayev xaric digər baş məşqçilər o qədər də uğurlu ola bilməyiblər. Yalnız Berezovskinin dönəmində qazanılan ölkə kuboku var. Ölkə kuboku deyilir ki, bəzən hətta outsider komandaların gəlib kubokun sahibi olduğunu görmüşük. Amma liqada Berezovskinin uğurlu olmadığını deməliyik, komanda 5-ci yer tutdu. Amma bu mövsüm Valdas Dambraskas yaxşı başlayıb, uğurlu başlayıb. Qarabağa meydanda mən də varam deməyə bacarıblar. Artıq qış çempionudurlar son illər. Xatırlamıram Qarabağın əlindən qış çempionluğunu kimin aldığını. Artıq Sabah komandası cəsarətli addımın birini atıb. Qalır ardını qış fasiləsindən sonra gətirmək. Təbii ki, onu gedişatda görəcəyik. Amma qış fasiləsi kimi mövsümün komandası adlandıra bilərik Sabahı. Mən zaman-zaman demişəm ki, Qarabağ Avrokuboklarda ağır oyunlar keçirir. Uzaq səfərlərdə olur. Komanda yorğun olur, yorulur. Zədələr qaçınılmaz olur bu qədər sıx qrafikdə. Yəni, belə ağır şərtlər altında Qarabağın problemləri təbii ki, çox ola bilər və çempionata lazım olan tam formada 100% fokuslana bilmir. Belə məqamlar fürsətdir digər klublar üçün. Uzun illərdə heç bir klubumuz bu fürsəti dəyərləndirə bilmir. Yalnız 2020-ci ildə Neftçi komandası Samir Abbasovla bunu bacarmışdı. İndi Valdas Dambraskasın Sabahında da bu şanslar az deyil. Kifayət qədər yaxşı heyətləri var. Sabah komandasını yaxşı mənada dəyərləndirə bilərik mövsümün birinci yarısına görə. Amma hələ ki, məncə düşünürəm, döyüşü udub Sabah komandası. Amma müharibə qış fasiləsindən sonradır. Qarabağ dincələndən, o üzərindəki o yükü bir qədər azaldandan sonra Avrokuboklarda da cəmi 2 oyun qalır. Play-offa vəsiqə qazananlarsa bu maksimum 4 oyun edir. Tək ki o möcüzə gerçəkləşsin, Çempionlar Liqasında daha uzun bir marafonu qət etsin Qarabağ. Amma ehtimallar üzərindən danışası olsaq, qış fasiləsindən sonra Qarabağın daha çox imkanı olacaq çempionata köklənmək, çempionata fokuslanmaq. Bu təbii ki, Sabah üçün ciddi bir problem yarada bilər. Amma indidən deyə bilərik ki, çempionluq mübarizəsi ən azından son illərdəkindən daha maraqlı olacağı gözlənilir. Digər klublar üzərindən danışası olsaq, açığı Zirə də bir qədər məni, belə deyərdim, proqnozların altında qaldı. Daha yaxşı Zirə gözləyirdim. Düzdür, zədələr oldu, ciddi itkiləri oldu komandanın, amma istənilən halda daha çox xal ehtiyatı toplaya bilərdi. Bir də Sabahı qeyd etmişkən Sumqayıtı da qeyd etməliyik. Sumqayıt komandası da mövsümün birinci yarısını çox yaxşı şəkildə keçirdi. O qədər də geniş heyəti olmamasına rəğmən Saşa İliç, ümumiyyətlə Saşa İliçlə Valdas Dambraskası Premyer Liqamız üçün hələlik arxada qalan dönəmə uyğun olaraq qazanc saya bilərik. Biz zaman-zaman yerli baş məşqçilərin çalışmasını istəmişik, amma təbii ki, qapıları əcnəbi baş məşqçilərin üzünə də bağlamırıq və nə qədər ki, belə məşqçilər gələr, gözümüz üstə yeri var. Düşünürəm ki, həm Saşa İliç, həm də Valdas Dambraskas çempionata rəng qata bilirlər, öz məşqçi bacarıqlarını ortaya qoya bilirlər. Məncə, təqdirə layiqdir hər iki klubun gördüyü işlər. Xüsusilə də Sumqayıtı da qeyd etməliyik ki, yəni komandanın büdcəsi elə geniş deyil, heyəti o qədər geniş deyil, amma buna rəğmən baş ağrı ola biliblər, hətta Qarabağı məğlub ediblər, Sabahdan xal alıblar, kifayət qədər yaxşı nəticələr göstəriblər. Təbii ki, komandanın güclənməsinə ehtiyac var, bunu növbəti mövzumuzda qeyd edəcəyik. Qəbələ komandasına heyfsilənirəm. Qəbələ komandası
oynadığı oyunla qazandığı xallar tərs mütənasibdir. Komanda göstərdiyi futbolla orada bir Kaxaver Çıxadzenin ortaya qoyduğu bir iş var. Düşünürəm ki, əlindəki heyətlə çox yaxşı futbol oynayırlar, çox baxımlı futbol oynayırlar. Hətta qarşısındakı rəqibin Qarabağ olmasından asılı olmayaraq, Sabah olmasından asılı olmayaraq. Amma təəssüflə qeyd etməliyəm ki, nəticələr ürək açan deyil. Komanda outsiderlər sırasındadır. Amma ən azından bundan ən azı bir 7-8 xal, 10 xal daha çox toplaya bilərdilər. Elə son oyunda da Qarabağın oyunda hesabda öndə idilər, amma hətta bərabərliyi belə qoruya bilmədilər. Sona yaxın üstünlüyü əldən verdilər, məğlub oldular və belə hal bir neçə dəfə yaşanıb. Düşünürəm ki, əgər o üstünlüyü qoruya bilsəydilər bir neçə oyunda daha yaxşı nəticə qazanardılar və haqları idi. Və təbii ki, yaxşı mənada qeyd edə biləcəyimiz komandalardan biri Şamaxıdır. Çempionatın bəlkə də ən aşağı büdcəli komandasıdır. Amma 20 xalla orta sıralarda möhkəmlənməyə doğru gedir. Artıq liqada qalmaq hədəfinə də aşağı-yuxarı deyərdim ki, çatıblar. Bu komandanın da hətta bir neçə oyunda şanssızlıq yaşamasaydı, bir Zirə məğlubiyyəti var, Sumqayıt məğlubiyyəti var. Son dəqiqələrə kimi komanda hesabda öndə idi. Hətta bu komandanı biz bugün liderlər qrupunda görə bilərdik. Düşünürəm ki, Ayxan Abbasovun kollektivi bu oyundan yuxarı tullana bilib. Təbii ki, azarkeşlərini üzən kollektivlər var. Karvan Yevlaq komandasıdır, Kəpəz komandasıdır. Kəpəz komandası Azər Bağırovun gəlişindən sonra təbii ki, yaxşı mənada komanda dirçəlir, müəyyən sıraişlər hiss olunur, komanda aktivinə 9 xal da yığa bilib. Düşünürəm ki, mövsümün ikinci dönəmində biz Kəpəzi daha yaxşı görə bilərik, amma Karvanda işlər yaxşı getmir, komanda sonuncu pillədədir və gələcəyə o qədər də yaxşı mənada ümid vermir. Düşünürəm, birinci dövrə ilə bağlı, daha doğrusu mövsümün birinci yarısı ilə bağlı deyə biləcəklərimiz bu qədərdir. Düşünürəm, hansısa klubumuz qalmadı, hər biri ilə bağlı müəyyən fikirlərimizi qeyd etdik. Turan Tovuz bəs? Hə, Turan Tovuz komandası ilə bağlı elə Zirəni qeyd etdiyim kimi, məncə Zirə, Araz Naxçıvan, həm də Turan Tovuz bu üçünü birləşdirib elə digərləri ilə bağlı dediyim fikirləri Turanla da bağlı deyə bilərəm. Məncə yola çempionluq hədəfi ilə çıxan Turan Tovuz komandasının nə göstərdiyi oyun, nə də nəticələr, xüsusilə oyunu qeyd etməliyik. Azarkeşləri də məmnun etmir. Əbəs deyil ki, Sabahla sonuncu ev oyununda artıq istefa şüarları da var idi. Məncə Turan Tovuz üçün də mövsümün ikinci yarısı çox ağır olacaq. Birinci yarını daha yaxşı xalla bitirmək üçün komandanın keyfiyyəti var idi, heyəti var idi. Amma bacarmadılar və bir faktı da mütləq qeyd etməliyəm. Bu komanda qarşısına çempionluq hədəfi qoymuşdu, amma iddialılardan heç birini məğlub edə bilməyib. Nə Zirə komandasını, nə Qarabağ, nə Sabah kimi üst pillələrdə olan iddialı kollektivləri heç bir oyunda məğlub edə bilməyib. Ən yaxşı halda bərabərlik əldə edib. Bu da təbii ki, negativ məqamlardan biridir Turan adına. Halbuki Turan Tovuz keçən il daha iddialı görsənirdi. Çünki iddialı rəqiblərini uda bilmişdi, yəni qələbədə. Bu da ötən mövsüm Qarabağ üzərində komandanın qələbəsi vardı. Uduzmamışdı ümumiyyətlə, deyəsən, səhv eləmirəmsə. 4 oyunun 2-1 bir oyunda udmuşdu, 1-0 bir oyunda bərabərlik qeydə alınmışdı. Səhv etmirəmsə, elə deyəsən uduzmamışdı. Hə, yəni İki oyun dəqiq bilirəm ki, 1-0 birini udmuşdu, 2-1 bir oyun udmuşdu və Tovuzdakı oyunlardan biri 2-2. Bəli. 3 oyunu dəqiq bilirik. 2-2 hesablı bərabərlik qeydə alınmışdı. Və bu minvalla turnir cədvəlinə baxanda lideri salamlayırıq və keçirik transfer gündəliyinə. Ən birinci siyahıda dayanan Sabah komandasından tutmuş, ən axırıncı komandamıza qədər. Yəqin ki, bu komandaların artıq qış transfer pəncərəsi açılan zaman müəyyən transferlər, müəyyən gedişlər olacaq. Vernudubu qış transferinin ilk transferi saymaq olar mı ümumiyyətlə? Saymaq olar. Qış transfer pəncərəsi ərəfəsində gəldi. Neftçi açıq elan elədi. Artıq Neftçinin açıq elan elədiyini deyə bilərik. Bəlkə də yol üstü olan transferlər də var Neftçinin. Neftçi barədə qeydlərim olacaq. Yəni ümumi bir neçə deyəcəyim fikirlər var ki, hər bir klubun transferə mütləq ehtiyacı var. Heç bir klub deyə bilməz ki, güclənməyimə ehtiyac yoxdur. Amma klublar üzərindən gedəsi olsaq, Qarabağ görünən o ki, iki cəbhədə
çətinlik çəkir, ehtiyat qüvvə yetəri qədər deyil və bura zədəlilər, cəzalar olanda da komanda əziyyət çəkir və Çempionlar Liqası kimi nüfuzlu yarışdadırsa komanda düşünürəm ki, ən az 2-3 yeni futbolçuya ehtiyac var, amma bir məqamı da qeyd edək ki, necə qış transfer dönəmində bu artıq şablon ifadələrdir, yaxşı futbolçu tapmaq çətindir. Futbol hər nə qədər klublarımızın güclənməyinə ehtiyac olsa da, yəni yaxşı futbolçu tapmaları da ciddi sual altındadır. Yəni kütləvi transferlər olacağını gözləmirəm. Digər də məqam da ondan ibarətdir ki, bildiyiniz kimi legioner limiti artıq ləğv olunub. Legioner limitini hər nə qədər ləğvinə əleyhinə olsam da mən düşünürdüm ki, limit olmalıdır bizim çempionatda, amma AFFA-nın legioner limitini ləğv etməsini hər nə qədər pisləsəm də, verdiyi bir qərar təqdirə layiqdir. Məhz müəyyən rüsumlarla bağlı hədd qoyulub. Bəzi izləyicilərimiz bəlkə də bilmir, 7 futbolçu transferinə 5000 manat, 7-12-ci futbolçu daxil, 8-12 daha doğrusu 10.000 manat və 13-15-100.000 manat və 16 digər futbolçulara 200.000 manat rüsum ödənməlidir. Bu kifayət qədər artıq yuxarı qalxdıqca məbləğlər böyüyür. Yəni əziz izləyicilər, bu legionerlərə aiddir. Yəni əcnəbi futbolçularla bağlı rüsumlardır bu və burada digər önəmli məqam, yəni göndərilən futbolçu siyahıdan çıxmır. Siyahı olduğu kimi qalır. Bu gün Kəpəz komandasının 12 legioneri var və artıq səhv etmirəmsə 4 legionerlə yollar ayrılıb, biri ilə də yollar ayrılmaq üzrədir. 5 futbolçu gedirsə bu siyahıdan azalmır. Gətirilən yeni legioner 13-cü legioner kimi hesab olunur. Saydan azalmır yəni. Bəli, saydan azalmır, ümumi say qalır yerində və gətiriləcək yeni futbolçu üçün Kəpəz elə təkcə rüsum üçün 100.000 manat ödəməlidir artıq ilk futbolçu üçün. Və bu kifayət qədər ciddi maneədir klublarımız üçün. Məsələn, Zirə komandası artıq 15 əcnəbi futbolçunu Peşəkar Futbol Liqasına sifariş edib. Bundan sonra edəcəyi digər əcnəbi futbolçu üçün 200.000 manat rüsum ödəməlidir. Və bu məqam ciddi maneədir klublarımızın yeni transfer etməsi baxımından. Çünki halbuki səninlə söhbətimiz də olub bu barədə. Klublarımızda elə əcnəbi, özdə yaxşı nəticə göstərmiş əcnəbi oyunçular var ki, onların illik büdcəsi 80-90 min deyil də, yəni maaşı. Bəli, bəli. Amma bu dəfə 100.000 ödəməlisən. Mütləq. Yəni əvvəl məsələn milli futbolçular gətirə bilirdin, rüsum ödəmirdin. Artıq milli futbolçular da keçərli deyil, rüsum ödəməlisən. Məsələn, Turan Tovuz komandasının artıq 13 legioneri var. Bundan sonra gətirəcəyi legionerə 100.000 manat ödəməlidir. Yəni iddialı klublardan danışası olsaq, Sabah, Neftçi, Qarabağ, bu komandalar yeni transferlər üçün 200.000 manat rüsum ödəməlidir. Zirə komandası. Məsələn, Sabah Qarabağ üçün düşünürəm ki, ciddi problem deyil. Yəni istədikləri əcnəbi futbolçunu tapsalar, yaxşı əcnəbi futbolçu tapsalar, yəqin ki, o rüsumu ödəyib, o heyətə cəlb edəcəklər. Məsələn, Turan Tovuz komandası maksimum düşünürəm 1-2 transfer edər. Daha artıq xərcə düşəcəyinə inanmıram. Amma digər klublardan məsələn bəzilərində vakansiya var, boş yer var. Məsələn, Sumqayıt komandasının 11 əcnəbidir, bir əcnəbi 10.000 rüsum ödəməklə heyətə cəlb edə bilərlər. Bu baxımdan daha şanslı komanda Qəbələ komandasıdır. 9 ya 10 əcnəbi futbolçusu var. Yəni minimum 2 boş yer var ki, 10.000 rüsum ödəməklə yeni transfer edə bilərlər. Şamaxıda da belə bir boş yer var, amma xüsusi problem burada məsələn Araz Naxçıvan komandasının 12 əcnəbi futbolçusu var artıq. Yeni 13-cü üçün 100.000 manat ödənilməlidir. Yəni burada rüsum bir ciddi maneədir. Qış transfer dönəmi olması ikinci ciddi maneədir. Yəni bunlar hamısı problemdir. Düşünürəm ki, bu aspektlərdən baxası olsaq, belə çox kütləvi transfer gözlənildiyinə, olacağına proqnozlaşdırmıram. Amma güclənməyi baxımından məncə Sabah çempionluq mübarizəsində qalmaq istəyirsə sona qədər mütləq ən azı 1-2 futbolçu transfer etməlidir. Nəzərə alaq ki, zədəli futbolçuları var, mövsümün gedişində yenə zədəli futbolçular ola bilər, cəzalı futbolçular ola bilər. Zirə komandasının yeni transferə mütləq ehtiyacı var. Araz Naxçıvan komandasının mütləq ehtiyacı var. Xüsusilə məsələn sol cinah çox ciddi problemdir. Bruno effekt vermədi və zaman-zaman orada Slavik Alxasovu görürük. Məncə ümumiləşdirsə olsaq Neftçi komandasının yaxşı heyət formalaşıb, amma yeni baş məşqçi gəlib Yuri Verdub. Məncə mütləq ən az 2-3 özünün istədiyi futbolçular da
gətirməyə çalışacaq. Düzdür, futbolçuların keyfiyyətindən razı qalıb bildiyim qədərilə yığılan heyətin keyfiyyətindən razıdır. Amma istənilən halda hər yeni baş məşqçi gəldiyi yeni ünvanda yeni futbolçular gətirməyə çalışır. Karvan Yevlax komandası outsider deyil, sonuncu pillədədir. Nicat 12 əcnəbi futbolçu transfer edib artıq növbətlisini etmək üçün artıq 100 min manat rüsum ödənilməlidir. Yəni bir mənalı olaraq bütün klublarımızın güclənməyə ehtiyacı olduğunu deməliyəm. Amma qarşılarında bəzilərinin bir çoxunun ciddi maneə var, həm rüsum maneəsi var, artıq limiti aşıblar, həm də qış transfer dönəmi olması ciddi maneədir. Gözləmək qalır bizə, Nicat. Və son olaraq elə o sinifdə qalanlar haqqında nə demək istəyərdin? Hansı ki, elə komandalar vardı ki, məsəl üçün debutant İmişli komandası gözləntilərin üstündə yaxşı bir nəticə verdisə, amma Karvan haqqında onu deyə bilmirik. Eləcə də digər komandalar haqqında. Məsəl üçün Qəbələ yaxşı oyun oynayır, nəticəsi o deyil. Və elə keçən ildən də Premyer Liqada olan komandalar haqqında qısaca fikrini almaq istəyərdim. İmişlinin nəticələri və göstərilən oyun təqdirə layiqdir, Nicat. Yeni transferlə bağlı demişkən, İmişli komandası da şanslıdır. 2 boş yer var. Cəmi 10 legioner transfer ediblər. Və nə qədər qəribə səslənsə də 10 futbolçunun hamısı demək olar ki, mövsüm boyu iştirak elədi oyunlarda. Nə zədə alan oldu, nə cəzalı duruma düşən oldu. Aşağı-yuxarı deyirəm də kiçik istisna xaric. Məsələn, zədə alan dəqiq olmadı. Və bir çox oyunlarda hətta 10 əcnəbi futbolçunun onu da meydanda oldu, xüsusilə son turlarda. Yəni demək olar ki, gətirilən əcnəbilərin hamısının keyfiyyətindən yaxşı mənada istifadə edə bilirdilər. Və düşünürəm ki, təsadüf bir oyun olur, 2 oyun olur, artıq komanda 16 tur öz bərkliyini qoruya bilirsə, öz möhkəmliyini qoruya bilirsə, bu artıq təsadüf deyil. Deməli, Kaşqilya yaxşı bir sistem qura bilib, yaxşı bir komanda formalaşdıra bilib. Düşünürəm ki, İmişli komandası çempionata rəng qatır. Səhvim varsa düzəldərsən, səhv eləmirəmsə İmişli komandası da Sumqayıt komandası kimi məhdud heyəti var. Çox məhdud heyəti var və heyətində əksər futbolçular ötən mövsüm 1-ci liqada çıxış edib. Hətta bu əcnəbilərdən belə Rollodur və Sinenkadır. Ötən mövsüm 1-ci liqada çıxış etmiş futbolçulardır. Və bir dənə də məlumat var idi məndə. Hansısa oyundan sonra çıxışların birində baş məşqçisi Kaşqilya demişdi ki, biz yəni bununla da oynayacağıq. Yəni transfer gözlənilmir. Yəqin ki, müəyyən büdcə verilib, o büdcəni aşmayacaqlar və yaxud da aşacaqlarsa belə o çox güman ki, artıq legioner olmayacaq. Yəni Azərbaycanlı olacaq. Əslində qeyd etdiyim kimi ola bilər artıq məşqçi ilə danışıblar. Burada nüanslar çoxdur da. Komanda gözləniləndən çox qələbə qazandı, gözlənilən çox hadisələr etdi. Bunlar hamısı fikri dəyişə bilər. Təbii ki, fikri dəyişə bilər. Komandanın nəticələri daha yaxşı ola bilər. Heyət bir qədər də gücləndirilsə. Dediyim kimi artıq 2 boş yer də var. Yəni 12 futbolçuya qədər rüsum o qədər də böyük deyil. Cəmi 5000 manatdır və onu ödəyib 2 yaxşı transfer edə bilərlər. Nəzərə alaq bu 10 futbolçunu gətirən seleksiya qrupu kimlərdirsə, məncə daha 2 yaxşı futbolçu gətirməklə İmişlinin gücünə güc qatmış olarlar. Həm də mövsümün ikinci yarısı artıq daha ağır olacaq. Məncə güclənməsinə ehtiyacı olan 5 komandadan, ilk 5 komandadan biri İmişlidir. Çünki heyət çox kasaddır. Bəzən biz görürük ki, ehtiyat skamyada 5-6 futbolçu maksimum tapılır olan. Düşünürəm ki, bu komandanın güclənməsinə mütləq ehtiyac var və güclənib mövsümün orta sıralarda qapıya bilərlər və həm də İmişli bir çox klublara nümunə olmalıdır. Məsələn, həmin Karvan Yevlax komandasına nümunə olmalıdır ki, bəzən qısa müddətdə də bir çox problemlərə rəğmən yaxşı komanda formalaşdırmaq, yaxşı nəticələr vermək heç də mümkünsüz deyil. Təşəkkür edirəm xanoğlan. Çox sağ ol. Bugün də fikirlərini bizimlə bölüşdün. Burada mən səni dinlədim. Buradan sonra isə azarkeşlər səni dinləyəcəklər. Son olaraq sözün varsa yenidən üzünü kameraya tərəf çevir və azarkeşlərinə səslən. Mən də sənə təşəkkür edirəm, Nicət. Azarkeşlərə deyəcək sözüm, onların fikirləri də bizim üçün önəmlidir. Şərh bölümündə siz də fikirlərinizi bizim üçün bölüşə bilərsiniz, bildirə bilərsiniz. Sizin də fikirləriniz maraqlıdır ki, hansı klublarımızın güclənməsinə daha çox ehtiyac var, hansı klublarımızda dəyişikliklərin olmasına daha çox ehtiyac var və ən əsası ümid edirəm ki,
yaxşı, samballı yeni transferlərlə klublarımız güclənər və mövsümün ikinci yarısı daha rəqabətli, daha gərgin Premyer Liqaya şahidlik etmiş olarıq. Hələlik deyirəm, növbəti verilişlərimizdə görüşənədək.